Xahiş edirəm, qabil sevənlər bir dənə bəyənmə işarəsi atsınlar. Bir dənə bəyənmə işarəsi atsınlar. İlham Əliyev Əli Kərimini həbs eləyib, Əli Kərimin silahdaşlarını həbs eləyib, müxalifəti həbs eləyib, silahdaş deyəndə bizim tankımız, topumuz yoxdur, sadəcə əqidə yoldaşlarını. Cəbhəçiləri artıq həbs edib özlərinə işgəncə verməklə yanaşı, cəbhəçilərin əskər balalarına da işgəncə verirlər, əskər balalarını belə cəbhədən oğurlayırlar. Bu qədər şərəfsizdirlər. Əli Kərim haqqında heç bir şey ortaya qoya bilmirlər. Yadınızdadsa bir müddət bundan qabaq imzasız, mühürsüz, tarixsiz güya Putinə məktub yazıblar, çevrilişə görə, nə bilim nəyə görə. Və güya onu Əli Kərimin evindən tapıblar. Əli Kərim bu qədər ağılsız idi, hüquqşünas Əli Kərim onu evində saxlayırdı. Paho, imzasız, mühürsüz. Və eləmədən heç nə yoxdur ortaya qoymağa. Sadəcə olaraq bir şəkil qoydular ortaya. Bax budur. Rüstəm İbrahim Bəyovdur, professordur, dəyərli həmvətənlərim Əli Kərimlidir və Cəmil Həsənlidir. Babəkin dövründə çəkilən bu şəkil, məcazi mənada deyirəm, Babəkin dövründə çəkilən bu şəkili Rüstəm İbrahim Bəyov, Ramiz Mehdiyevin adamıdır, xaindir, xəyanətkardır deyərək Əli Kərimliyə şəkil üzərindən zərbə indirirlər. Elə bir fırtına qopartmağa çalışırlar ki, öz aləmlərində sanki bu şəkil hər şeyi həll edirmiş. Rüstəm İbrahim Bəyov xaindirsə, vətənə xəyanət edəndirsə, İlham Əliyev xeyr ola onun sağlığına toz deyir. Onun sağlığına, onunla rumka-rumkiyə döyüşdürür. Elə həmən tarixlərdə, elə həmən tarixlərdə. Buyurun baxın. Buyurun baxın. Нашего азербайджанского народа есть одна странная традиция. За человека, который такой же, как мы. Et donc, je porte ce toast à la santé de quelqu'un qui est comme nous. Но за выдающегося человека. Mais celui qui est Выдающийся. Вот я показал, не надо переводить. plus grand que Ala Rüstəm müəllim, ala. Posta bax, ala Rüstəm İbrahim Bəyov. Ala Rüstəm İbrahim Bəyov. İlham Əliyev Rüstəm İbrahim Bəyovla Əli Kərimin şəklini paylaşır, xain damğası, çevriliş damğası vurmaq üçün İlham Əliyev ondan ağzınızı öpüşüb Rüstəm İbrahim Bəyovun sağlıq deyir, toz deyir, şərəfinə tədbirlər hazırlayır. İlham Əliyev Ramiz Mehdiyevi qucaqlayır, dodaq-dodağa öpüşür, Ramiz Mehdiyev üzərindən cəmaatı şərləyir. Baxın. Hörmətli müəllim. Yəni. Məsul vəzifədə işləyirsiniz. Həmsəvə dövründə. Öpüşə bax indi, öpüşə, marçıltıya bax. Tamam. Ata baladır. Ay içinizin ağzınıza verin elə sizin. Ramiz'i öpür, bir neçə ay bundan qabaq. Ramiz'i öpür, qucaqlayır, marçamız oradan yalaşırlar. Ramiz üzərindən hamını basır içəri, xəyanət damğası vurur. Çevriliş damğası. Rüstəm İbrahim Bəyovdan bazlıq eləyir, nə bilim onunla rumka vurur, onun sağlığına badə qaldırır. Tədbirlər eləyir, Rüstəm İbrahim Bəyovun şəklini paylaşdırıb, xəyanət damğası vurur. İlham Əliyev, sənin bir abrın həyan var mı? Səndən murdar adamsan hə? Sənin sətinin qırmızısı, götündən qırmızı da İlham Əliyev. Həmən elə bilirdim sən bu qurtların, köhnə qurtların, təzə qurtların yanında elə bilirdim bir səviyyəli adamsan. Yəni, sənin üzün üzlər görübdür, götün bizlər görüb İlham Əliyev. Bu nə deməkdir ay qardaş? Təmiz söhbət edir, bu qədər biabırçı. Ramizin o axırda əl tutur, öpüşəndən sonra əl tutmağını gördünüz mü? Bic gülməyini. Niyə gülür bilirsiniz? Ramiz ona görə gülür ki, yəni hamıya göstərdi ki, bu mənim çumomdur, çumom. Bu prezident mənim çumomdur. Məndən başqası ilə belə səmimi görüşə bilməz. Siz Allaha ant verirəm. İlham Əliyev bu günə kimi kimlənsə belə qucaqlaşıbdır. Heç arvadını belə qucaqlamayıb 2013-cü ildən bəri. Vallahi. Buna baxın, alın. Prezident İlham Əliyev Azərbaycanın ictimai siyasətində uzun müddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Rəsulzadəni Heydər Əliyev ordeni ilə təltif edib. İndi Ramiz Mehdiyevdən Artur Rəsulzadənin öpüşlərin fərqinə baxın. Öpüşlərin fərqinə baxın. Sizin ən ali mükafatını Allah'a görmüşsünüz. Siz buna layıksınız. Siz Heydər Əliyevin etibarlı silahdaşı olmuşsunuz. Həmsələ dövründə, müstəqillik dövründə. 20 yanvarı Rus qoşunlarını çağırıb Heydər Əliyevin tapşırığıyla SSR dağılmasın deyə o biri respublikalara da dərs vermək üçün 20 yanvarı qoşunları çağırıb Ramiz Mehdiyevdən yaxşı qırdırmısan Bakıda cəmaatı. İlham Əliyev onu deməkdir. Kim qırdırdı Bakıda? Heydər Əliyevin tapşırığıyla Rus qoşunu çağıran Artur Rəsiyan və Ramiz Mehdiyev oldu. Bu tam ədalətli bir qərardır və icazə verin bu yüksək ordeni sizə təqdim edim. Bax. Öpüşə baxın, öpüşə. Öpüş. Təbrik edirəm. Öpüş. Hanı? Nə oldu? Niyə Ramiz Mehdiyevi öpən kimi İlham Əliyev bunu öpmədi? Ha? Niyə öpmədi?